Dinlədiyin musiqi səni proqramlaşdırır. Yəni bunu deyim bil. Dinlədiyin musiqi səni proqramlaşdırır. Sənin şuuraltını proqramlaşdırır. Bu necə baş verir? Bu musiqi sadəcə söz deyil. Musiqi həm də məlumatdır. Şuuraltın eşitdiyini qeyd edir. Musiqi həm informasiya ötürür, şuuraltı onu informasiya kimi qeyd edir. Məsəl üçün bir mahnının içində ayrılıq varsa, kədər varsa, nə bilim pis bir şey varsa, sən bunu öz həyatına çəkirsən. Çünki şuuraltın bunu reallıq kimi qəbul edir. Bunu mən demirəm. Bu metafizika qanunudur. Bu yaşadığımız həyatın qanunudur. Sən şuuraltıva nəyi salsan, onu sənin şuuraltın reallığına çəkir. Və bunu reallığımıza çəkdiyinə görə biz pis bir şey dinləyəndə, negativ bir şey dinləyəndə, ayrılıqdan, kədərdən bir şey dinləyəndə həyatımıza belə bir reallığı çəkirik. Məsəl üçün, çox yəqin eşitmişsiniz ki, insan özünə nə danışarsa, özünə nə deyərsə, odur. Ona görə musiqiyə qulaq asanda, məsəl üçün, sözləri yaxşı musiqiyə qulaq asmaq lazım. Çalış qulaq asanda sözləri yaxşı musiqiyə qulaq asın, məsəl üçün. Hərdən energetik səviyyədə hiss edirsən ki, pis musiqiyə qulaq assan, adama ləzzət eləyir, adam qulaq asmaq istəyir. Bu elə-belə deyil də, çünki o aşağı vibrasiyadır, səni dartır, sənə şirin gəlir. Amma sən ona yox deyəndə, vibrasiyası yuxarı olan, yaxşı sözlərlə olan bir mahnını qulaq asanda baxırsan ki, həm hissiyatıva yaxşı təsir göstərir. O negativ olan musiqiyə qulaq asmağın sadəcə saxlamaq lazımdır. Saxlayırsan, qulaq asma. Bu təkcə musiqiyə aid deyil, bu ümumiyyətlə gündəlik yaşayışımıza da aiddir. Kitab oxumaq, yaxşı bir kitab oxuduq, düzgün informasiyalı kitab oxuduq, ötürdük beynimizə, inandırdıq, şuuraltımıza keçirdik. Bunu yaxşı, düzgün şeylər ötürməliyik ki, öz içimizə, öz beynimizə ki, bizdə düzgün, lazım olanda gündəlik həyatda düzgün istiqamət ala bilək öz beynimizdən. Ona görə əsas odur ki, mənfi, negativ informasiyanı qəbul eləməyi dayandırmalıyıq, stop eləməliyik. Bunu stop eləyəndən sonra, dayanandan sonra avtomatik olaraq yaxşı şeylərə başlayırsan fikir verməyə, yaxşı şeyləri beyində saxlayırsan. Musiqi doğrudan da təsir edir. İstəyirsən inan, istəyirsən inanma. Yəni bu sənin öz fikrindir. Amma mən sadəcə olaraq bu informasiyanı, bu düzgün informasiyanı çatdırmağa özümə bir borc bilirəm ki, yəni mən sənə deyim ki, yəni bu belədir. Bu həyatın qanunudur. Ola bilər ki, sənə kimsə deməsin, bilməyəsən, amma bu doğrudan da bu musiqiyə pis. Mən məsəl üçün həyatımda belə bir şey olmuşdu ki, bir ara 2020-ci il idi. Hə də 2020, pandemiya vaxtı idi. Bir mahnı var idi. İndi o rap var idi, Amerikan rapi var idi. O rap deyən ölüb. Mahnının adı Paranoya idi. Paranoya da bilənlər bilir, yaxşı bir şeydir, pis bir şeydir. Mən də sözlər falan belə gündəlik maşında da qulaq asırdım. Bir müddət bu mahnıya qulaq asandan sonra mənim həyatımda o paranoya aid olan şeylər başladı baş verməyə. Ona görə mən bunu hiss elədim. Gördüm ki, yox, bu olmaz belə. Səhər durdum, beynimdə o mahnı fırlanırdı. Axşam o mahnı. Elə bir həyatıma da elə bir şeylər çəkdim. Artıq yəni həyatı normal qəbul edə bilmirdim. Şəxsi təcrübəmdən əsaslanaraq deyirəm. Baxdım ki, yox belə olmaz, sildim başqa mahnılar. Ondan sonra da belə bir informasiya çıxdı elə qabağıma ki, doğrudan da təsir edir şuuraltına. Ondan sonra çalışıram ki, şuuraltıma, özümə, həyatıma yaxşı təsir edən mahnıları qulaq asım və sənə də bunu məsləhət görürəm dostum. Çünki bu həyatda yaşayırıq, yəni çalışıb düzgün, yaxşı informasiyanı ötürmək lazımdır. Allaha xidmət eləməyə davam eləmək lazımdır və insanlara xidmət eləməyə davam eləmək lazımdır. Ona görə dostum, dinlədiyin, qulaq asdığın musiqilərə fikir ver. Nə gəldi qulaq asma. Bir təmizdə öz musiqi playlisti var, aç təmizdə. Lazımsızlar, bax gör, pisdir. Silə-silə özünü dərk edəcəksən ki, aydamda nələrə qulaq assan, siləcəksən, aralandı, yaxşılan, pozitivini saxlayacaqsan. Bu da həyatı öz müsbət təsirini göstərəcək. Uğurlar.